Suya qərq olmuş körpü və tunellər, daşan kanalizasiyalar, yolda hərəkət etməkdə çətinlik çəkən sürücülər. Bugün intensiv yağışlar paytaxtın bir sıra yollarında fəsadlara səbəb olub. Tunellərə su dolub, nəqliyyatın hərəkəti dayanıb. Qeyri-sabit hava və yağışla əlaqədar olaraq Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti bir istiqamətdə məhdudlaşdırılıb. Bağırov körpüsü kimi tanınan məhz bu ərazidə keçiddə su ilə əhatə olunduğu üçün nəqliyyatın hərəkətinə imkan verilmir və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun çəkilməsi istiqamətində işlər həyata keçirilir. İntensiv yağışlarla əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin qüvvələri şəhərin müxtəlif istiqamətlərində hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görmək üçün cəlb olunub. Hal-hazırda gördüyünüz kimi şəhərin Bağırov körpüsü kimi tanınan ərazisində avtomobillər üçün nəzərdə tutulmuş yeraltı keçiddə su çəkilməsi işləri davam etdirilir. Yağışın intensivliyi nəticəsində hadisənin hansı vaxtda nəticələrin aradan qaldırılması barədə hər hansısa vaxt demək mümkün deyil, ancaq təcili və təxəssüsalınmaz tədbirlər davam etdirilir. Qala-Türkən yolundan Zığ şosesi istiqamətindəki tuneldə də nəqliyyatın hərəkətində çətinlik yaranıb. Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və canlı qüvvəsi ərazidə suyun çəkilməsi istiqamətində işlər görüb. Hal-hazırda dayandığımız ərazi isə Sabunçu rayonu ərazisidir və buradakı körpü tunelini də gördüyünüz kimi yarısından çoxu su ilə dolub və burada da nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb. Suyun çəkilməsi istiqamətində isə işlər həyata keçirilir. Zığ qəsəbəsi istiqamətində də yollar suya qərq olub. Hətta bəzi hissələrdə suyun çoxluğundan kanalizasiyalar daşıb. Qeyri-sabit havanın fəsadları Olimpiya stadionu ətrafında da yaşanır. Su ötürücülərin işləməməsi ərazinin tam suya qərq olmasına səbəb olub. Hətta ərazidə avtomobillərin şarj edilməsi üçün olan bax belə cihazlar var ki, onlar da suyun altında qalıblar. Nə avtomobillər bura yaxınlaşa bilirlər, nə də avadanlıqlardan istifadə edə bilirlər. Suraxanı rayonu Bahar qəsəbəsi istiqamətindəki tunel də su altında qalıb. Ərazidə sürücülərin hərəkəti çətinləşib. Zulumla. Səhər-səhər keçmişəm, nömrəm tifdir. Qayıtmışam, indi nömrə axtarıram. Belə başımıza gəlib. Yollarda bərbad. Hər yer belədir. Sabunçu bu vəziyyətdədir. Hövsançı bu vəziyyətdədir. Dədə Qorqud bu vəziyyətdədir. Suraxanı bu vəziyyətdədir. Hamısı belə bu vəziyyətdədir. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 10 uşaq olmaqla ümumilikdə 31 nəfər vətəndaş təxliyə olunub. Ruzanna Kərimli, Cabbar Qaryağdıoğlu, Xəzər xəbər.